Ədil Məhərrəmov adlı sakin Məlik Aslanov, Xudadıq bəy Məlik Aslanov da bu evdə kirayeşin yoldaşı ilə, uşaqları ilə yaşayırmış. Mən Məhərrəmov Nuranə Nəcəf qızı, Məhərrəmov Ədil Qohmazoğlu'nun yoldaşıyam. Hal-hazırda yoldaşım nə səbəbə vurulub, niyə öldürülüb, onu mən araşdırıb tapa bilmirəm. İstintaqı belə müstəntiq Əli İbrahimov səhv apararaq cinayəti örtbasdır eləyir. Buna görə də mən tələb edirəm, yenidən Ədil Məhərrəmovun meyidi tapılıb, ekspertiza olunsun, cinayətkar düzgün tapılsın. Mənə görə yoldaşım Məhərrəmov Ədil bu hissədə güya dalaşıbdır. Amma əslində onun cinayətkarı Ağcabədi sakini Qafarov Nəcəf Niyazoğlu deyilmiş. Əslində Məhərrəmov Ədil Qohmazoğlu bu hissədə vurularaq gətirilib bu evin qarşısına atılıbdır. Bura atılıbdır. Hələ də onun cinayətkarı açıq-aşkar bilinmir. Bu evin kamerası da 22 apreldə istintaqdan sonra atılıb itilibdir. Ona görə də Məhərrəmov Ədil Qohmazoğlu'nun cinayətkarı kimdir, nədir bilinmir. Ev yiyəsi doktor Ramin belə hər şeyi danır, yalandan istintaq verir. Dalşı, burada bir-iki nəfər də var, qapılarını tanımıram, şahidlərdir, yoldaşımı tapan şahidlərdir. Yəni evin kamerası belə açılıb gizlənibdir hal-hazırda. Məhərrəmov Ədil Qohmazoğlu'nun ölümünü çəkən evin kamerasında açıb gizləyiblər. Eşitdim məlumat, tamam səhv imiş. Tamam səhv, valla mən də eşitmişdim kimdənsə. Tamam səhv imiş. Necə olub hadisə mən bilməm. Bu hadisədə mən olmadım. Ancaq eşitdim, hadisə səhv imiş. Mən də kimdənsə yalandan eşitmişdim. Qaynatasının vurulduğunu sizə kim deyildi? Heç kim eşitdim, mən də eşitmişdim. Kimdənsə ancaq yanlış məlumat imiş. Mən bir qonşu kimi yanlış məlumat imiş.